Axşamın xeyir olsun. Axşamınız xeyir olsun. Mən də salamlayıram Azərbaycan xalqını, bizə baxan tamaşaçılarımızı, sizləri salamlayıram. Bugün bizim ansambl hamısı iştirak eləmir, müəyyən qismi iştirak edir. İnşallah növbəti verilişlərimizdən bütöv heyətlə bir yerdə iştirak edəcəyik inşallah. İnşallah. Mütləqdir, dostum, mütləqdir. Ansamblını reklamını etmək istəyirsənsə tam heyət olmalısan. Yəni hər zaman bilirsiniz də biz illərdir bir yerdə çalışırıq. Yəni bizdə iki heyət var. Ay Xalid, niyə deyirlər bu musiqiçilər etibarsız olur? Necə? Etibarsız olurlar. Yox, hər sahədə var etibarsız, tək musiqiçilər. Yox, musiqiçilər hər sahədə var. Bugün biz səninlə danışırıqsa musiqiçilərdən danışacağam. Niyə rəhbər olaraq bəzən o rəhbər heyət musiqiçilərlə gileylənir? Ümumiyyətlə belə bir məsəl var, deyir insan evladı nankör olur. Yəni bu hamıya şamil deyil, amma yəni belə bir məsəl var. Yəni o tək musiqiçilərdə deyil də, belə deyim. Mən dedim axı hər sahədə var, pis var, yaxşı var. Sadəcə olaraq indi bu sahədə bir balaca ola bilsin ki, faiz məsələsi ola bilər. Amma belə götürəndə sırf musiqiçilər pis deyiləcək bir söz yoxdur. Bax qardaş, sən mənim sözümü salırsan hansısa bir dərəyə. Musiqiçilər etibarsız olur. Mən ona pis sözü, hansısa bir etibar məsələsi var ki, bugün rəhbər olaraq əlində musiqiçi hamısını saxlaya bilirsən. O heç mən onu deyirəm də, tək o musiqidə deyil axı, müəyyən hər bir sahədə işləyən rəhbərliklərini soruşsan, işçilərinin 70%-nin etibarsız olduğunu təsdiq edir. Bu zavodda da belədir, fabrikdə də belədir. Təbii ki, bizim də sahədə var. Mən demirəm ki, bizim sahə idealdır. Sənin ətrafında hamısı etibarlıdır? Yox, əlbət ki, ətrafımda 70, deyərdim, hətta 90% etibarsızdır. Yəni mənim ətrafımdan gedir söhbət. O qardaşlar var, etibarlı qardaşlardır. Bəli, Vüsal Ələkbərov 15 ildir ki, bizlə bir yerdədir. Sağ ol, mən illərdir tanıyırsınız. Nurandır, bəli, qardaşımız. Yəni, var, etibarlı insan. Qardaşın adı nədir? Nuran. Nuran. Gəncdir, bəli. Siz adınız nə oldu? Samir. Samir. Xoş gəlmişsiniz hər biriniz. Təşəkkür. Xalid Məqsədoğludur və Xalidin də bilirsiniz də fərqlilikləri çoxdur. İstər sazının o görüntüsündə bir fərqliliyi var. Qırmızı, ağ, nə bilim, özünə məxsus bir sazları olur. Və Xalidin də qrupu illərdir ki, bizə Space televiziyasında illər bundan öncə XM qrupu ilə neçə efirləri təqdim etdik. Gündəlik olsun, həftədə bir dəfə olsun. Xalid də etibarlı dostlardandır, həqiqətən.